diyeceğim ama bugün yeniden Yoldasan verişinin eksklüziv buraxışlarından biridir. Çünki bu günləri çoxdan da yolunu gözlədiyim, xətirlərini çox istədiyim mənim əziz qonaqlarım, əziz insanlar studiyadadılar və söhbəti çox uzatmaq istəmirəm. İstəyirəm ki, artıq qonaqlarımızı sizə təqdim edim. Bugün Yoldasan verişinin Yoldasan verişində daha doğrusu mənim yol yoldaşlarım, mənimlə bir saat yol yoldaşlığı edəcək şəxslər, tanınmış müğənni, bəstəkar Sevinç Ağasıyeva və Hüseyn İrzayevdir və eyni zamanda bizim bir qonağımız da gözlənilir. Onun da adını hələ çəkmirəm. Gələndə qoy sizə sürpriz olsun, onu da sizə bildirəcəm. Axşamınız xeyir olsun, xoş gəlmisiniz. Çox sağ olun, Əli, çox sağ olun. Afta FM dinləyicilərini mən də buradan salamlayıram. Facebook izləyicilərini də salamlayıram. Sevinç Ağasıyeva dedikdə isə səhnə adı Siva. Bəli, Siva. Biz təbii ki, elə də tanıyırıq sizi. Siva olaraq tanıyırıq. Zaten rəsmi olaraq siz dedim ki, adınızı qoy dedim, çəkim ki, qoy belə Sevinç Ağasıyeva deyəndə mən həmişə özümü ancaq bəstəkar kimi təsəvvür edirəm. Amma sizin öyle gözəl bəstələriniz var ki, Sevinç xanım. Və eyni zamanda Hüseyn bəy, necəsiz? Salam, salam. Möhtəşəm. Sizi görməyə də çox şadam. Bizim izləyicilərimizi də salamlayıram buradan. Xoş gəlmisiniz hər biriniz. İlk öncə təbii ki, verilişimizin necə deyirlər, dəsti xəttinə uyğun olaraq sizə ənənəvi bir sual vermək istəyirəm. Tıxaclarla aranız necədir? Mən nə deyə bilərəm? Mən tıxacda otururam, həyat yoldaşım yanımda, əsəb keçirdən oldu. Mən isə xanım xatın kimi gəh telefonda, gəh mahnı oxuyuram. Gəh onu podbadrivat, belə ruhlandırıram, əsəbləşmə, sakit ol, su istir, suyunu verirəm. Yəni belə stimul verirsiniz bir mənalı olaraq. O əsəbləşir, o gərginləşir. Mənim də öhdəliyimə nə düşür, onu sakitləşdirmək. Ya o gərginlik keçirdəndə mən çünki özümdə gərginlik 2 qat keçirirəm. Bir də görürsə əsəbləşir, nəsə bir yerə tələsir. İndi çox qəşəng rahat gəldik. Təbii. Yoldasan verişinə gəlirsiniz. Niyə də əsəbləşəsiniz? Əsəbləşmədik. Təbii. Hüseyn bəy, sizin aranız necədir tıxaclarla? Ümumiyyətlə tıxaclarda qalmamaya çalışıram. Çünki piyada gəzirəm çoxlu vaxt, amma maşında oluramsa yatıram çoxlu vaxt. Hiss eləmirəm tıxacları. Yəni maşında yol gedərkən yatmağı sevirsiniz. Bəli, çünki yatmaya tək vaxtım odur. Əla. Ümumiyyətlə indi belə bir sual vermək istəyirəm. Ənənəvi suallardır ki, Sevinç xanım bayaq da bildirdiniz. Sivadır. Səhnə adı Siva. Ümumiyyətlə bu Siva adı, bu təxəllüs sizin bildirdiyiniz hamıya, hamının sizi o adla tanıdığı, bu ad necə yarandı? Necə oldu ki, bunu qərara gəldiniz ki, bu adla? Əslində elə bir qeyri-adi bir şey yoxdur. Çünki mənim uşaqlıq adımdır. Atam rəhmətli məni Siva balam, Siva cücəm, nə bilim. Çünki nazlı bir uşaq olmuşam evdə. Ona görə Siva elə çağırıb bibim, atam. Sonra isə 2019-da artıq müğənni kimi fəaliyyətə başlayanda ümumiyyətlə Sevinç adından yəni bəyənmirəm də, sevmirdim o adı. Və Sivaya keçəndən sonra həqiqətən də o Siva rebranding etdik də adımızı, amma yenə də öz uşaqlıq adımı götürdüm. O tamamilə mənim daxili aləmi yaradıcılıq barəsində elə bil ki, onu üzə çıxardı. Üzə çıxardı, kreativliyimi üzə çıxardı, həm müğənni, həm bəstəkar kimi fəaliyyətimi üzə daha da qabarıq öz üslubumu üzə çıxardı. Yəni bir həqiqətən də o Siva, Shiva bir kosmik bir enerji öz daxilində var idi. Yəni ki, podtekstdə hər kosmik bir enerji. Ümumiyyətlə belə bir fərq olaraq deyim də, musiqidə sizi digərlərindən fərqləndirən əsas amil, əsas fərq nədir sizin fikrinizcə? Ali savadlı olmağım. Yəni əgər müğənnilərdən gedirsə, yəni ki, bu sferada müğənni kimi ali savadlı musiqiçiyəm mən. Bakı Musiqi Akademiyasını bitirmişəm. Musiqişünas, teoriya, nəzəriyyə və musiqişünaslar, nəzəriyyəçilər də bəstəkarlar qədər dərslər alırlar. Polifoniyadan, ümumiyyətlə bəstələməkdən, prelüdlər və fərqləndirən kreativliyim də öz yanaşmamdır. Mən yaradıcı insanam. Təbii. Mən
misal üçün kommersiyanı düşünüb nəsə etmirəm. Düzdür, qıraqda mənə hamısı deyir ki, kommersiya bu sferaya daxil olmaq lazımdır. Yəni fərqləndirən həm də budur. Öz dəstək xəttiniz. Mən öz dəstək xəttim var. Hə, mən öz dəstək xəttim var. Mən nəyi hiss edirəmsə, onu bəstələyib və onu da oxuyuram və nədən zövq alıramsa. Yəni mənə elə gəlir ki, biraz da musiqiçi missioner kimi çalışıram, belə deyək, dinləyicimin zövqünə oxşayam və yaxud da hardasa bəlkə də insanların daha zövqlü musiqiyə asta-asta adə edəm. Mənim kimi əslində bizim musiqiçilərimiz, müğənnilərimiz var ki, onlar ancaq yaradıcılıqla məşğuldular. Bəli, var. Amma çox azsız. Azıq, bəli, çox azsız amma və varıq. Təbii, əlbəttə ki, siz olmasaz ümumiyyətlə belə deyim də, elə Azərbaycan şou biznesimi deyim, Azərbaycanın ümumiyyətlə musiqi platforması deyim, onun bir mənası olmaz. Bir belə deyim də, sıradan mənasız bir yanaşma olar. Bütün musiqilərdə, bütün eşitdiyimiz bəstələrin hər birində və bəstə demişkən son bəstəniz, daha doğrusu son ifanız, Şəhrizad, bəli qızınızındır. Mənim qızımındır, bəli. Çox gözəl dalınıb, onu da vurğuluyum. O məni əslində belə deyək, əks etdirib o mahnıda. Ümumiyyətlə, daxili aləmi, mənim timsalımda bütün qadınlara onu bir müraciət kimi, bir mesaj kimi göndərib. Mənim daxili aləmim də odur ki, ümumiyyətlə, yaşadıqlarımdan baxıb, nəticə çıxararaq ki, sən bu qədər... Çünki bizim yaşadıqlarımızla göstərdiklərimiz tam fərqli bir şeydir. Amma mənim yaşadıqlarım həmişə mənim yaradıcılığımda, mənim mahnılarımda özünü əks etdirir. Fərqi yoxdur, əgər həqiqətən belə şıltaq atmosferdə olmuşamsa onu göstərirəm, bir qəmgin atmosferdə olmuşamsa onu. Amma Şəhrizad, belə deyək, bunu hər yerdə deyirəm, o mənim 3-cü nəfəsimdir. Çünki bir il idi 2025-dən, 2024-dən 25-ə keçən ildə mən sustum. Yəni heç bir şey yaratmadım, heç bir şey təqdim etmədim, nə mahnı. Yəni bu mənim şəxsən öz yaradıcılığıma təsir etdi. Səbəbi deməsəydi olar. Hə, onu deməsəydi, ümumiyyətlə mən xoşlamıram. Yəni ki, yaşadıqları belə üzə çıxarmağı. Amma yaşadıqlarımın nəticəsidir Şəhrizad. Çünki həqiqətən də qızımın dediyi kimi deyir, mən valihəm ki, sən necə bu cür yaşadıqlarından sonra həm gözəlliyin itirmirsən, həm ağıllı qalırsan, həm müdrik, həm güclü, həm bizim hamımıza da ibrət olursan və mən sənin səsini bu mahnıda görürəm. Mənə həmişə qar kraliçası deyir evdə. Snejnaya Korolyeva. Niyə heç belə timsalınızda yoxdur? Yox, nə dərəcədə? Bəlkə də biz bilmirik, ola bilər. Onu bəlkə də biz bilmirik. Təklif edirəm ki, gəlin elə Şəhrizad bəstəyə qulaq asaq ifanızda və dinləməyən, təbii ki, yolda olan sürücülərimiz var ki, bu bəstəni dinləməyiblər. Bəstəni dinləyə haqqında sonra ifada və ümumiyyətlə bu timsalın necə yaranması, bu obrazın ərsəyə gəlməsində Hüseyn bəyin rolu barədə və onun fikirləri barədə bir qədər də dinləyicimizi məlumatlandıraq və düşünürəm ki, çox maraqlı bir ifadır. Gəlin bir yerdə qulaq asaq. Bəli, əziz dinləyicilərimiz, Yoldasan verilişi tam sürəti ilə davam edir və bildirmək istəyirəm ki, bu günlər Yoldasan verilişinin ekskluziv buraxılışıdır. Studiyada müğənni Siva, bəstəkar müğənni Siva, eyni zamanda Hüseyn İrzayev bizim... Hüseyn bəy, sizin tam olaraq vəzifəniz... Peşəniz, yəni necə olaraq təqdim edeyim onu ki, obraz yaradıcı bir şəxs olaraq, çünki sizin bu Şəhrizad obrazının yaranmasında əvvəlsiz yorğunluğunuz olub. Şəhrizad ümumiyyətlə klipin geyim üzrə rəssamıdır. Rəssamı. Yəni rəssam olaraqmı, dizayner olaraqmı sizi bildirək? Valla özümə nə deyim bilmirəm. Yəni özümü necə tanımlayım da bilmirəm. Çünki bir neçə peşə ilə məşğulam. Stilistika, yəni daha doğru, yəni stilist adı olar. Bu klip üçün
geyimi üzrə rəssam, çünki daha çox tarixlə bağlı araşdırmaları yaparaq yola çıxdıq. Aha. Orada həm o zamana aid bir abu-hava yaratmaq lazım idi, həm də güclü qadının bir obrazı yaratmaq lazım idi. Ona görə yəni bu ancaq qəşəng bir libas tapıb geyindirmək deyildi, bu bir araşdırma. Təbii, çünki nəzərə Üstündən alsaq ki, 3 dəqiqəlik bir kliplə maksimum dərəcədə bütün bu sadalarınızı ərsəyə gətirmək, izləyiciyə göstərmək, o abu-havanı hiss elətdirmək. Estetikanı göstərmək. Bəli, estetikanın ən əsası odur. Çünki biz necə bir var musiqini burada dinləyirsən, musiqini sadəcə dinləmiş oldun. Amma klipə baxanda sən tamamilə başqa bir abu-havaya düşürsən, mistikaya daxil olursan. Bir anlıq misal üçün kim baxır deyirlər ki, elə bir kiçik bir filmi, qısa metrajlı bir filmə baxdıq. Çünki orada rəng çalarları eynidir, harmonikdir. İstər Şah Şəhriyarın geyimi, istər mənim geyimim, istər o atmosferdə. Bu arada Qala-Qoruqda çəkmişik biz klipi. Mən heç bilmirdim Qala-Qoruqda çəkilib. Bəli, Qala-Qoruqda çəkmişik biz. O mistik abu-havanı biz sözün açığı neçə saat orada olduq. Heç kəs də evə getmək istəmirdi. Elə bir abu-hava yaranmışdı. Klipin neçə vaxtda çəkdiniz? Deməli gündüz saat 3-dən çəkiliş başladı. Saat 12 kimi bitdi. Gecə. 12, gecə saat 12-yə qədər operativ hamı işləyirdi. Hamı belə pozitiv, gülə-gülə Amma ona qədər hazırlıq, məşqlər, hazırlıq. Heç bir məşq yox idi, yox. Məşq yox idi. Rəqsin belə məşq olmuyor. Yox, məndə o eksperiment heç rəqqaslarla da məndə məşq olmayıb. Əksinə rəqqaslar qızlar Nerodan mən dedim ki, qızlar siz nə sinxron, nə rəqs edəcəksiniz, mənə göstərin. Mən ona uyğun sinxron sizinlə heç olmasa bir 10 dəqiqəlik burada məşq edim. Yox, lazım deyil. Siz elə deyir, özünüz deyir gözə, biz sizə deyir edəcəyik. Siz rəqs edin, sizdə hər şey idealdır. Mənə çoxu soruşur ki, İnandırım ki, klipə baxanda mən elə bildim ki, yəni aylarca məşq edib, yəni hazırlıq gedib, yəni tam hazırlıq bir məşq gedib burada. Yox. Məndə ümumiyyətlə bəlkə də müğənni olmasaydım rəqqasa 100% olacaqdım. Çünki onu belə deyim də bu klipin, bu mahnının ərsəyə gəlməsi, bu klipin ümumiyyətlə heç nə həyatda elə belə deyil və bu da elə belə deyildi. Bu cür olmalı idi və nə bilim şükür edirəm. Tanrıma şükür edirəm ki, zövq aldım mən bu işdən, tək mən yox. Yox, yəni biz də zövq aldıq, bəli. Çünki biz də bayaq o filmi mən vurğulayacaqdım ki, həqiqətən elə bir ki, orta əsrlərə aid bir film izlədik biz. Qısa da olsa o abu-havanı yaşada bildiniz. Yəni bu çox çətin bir işdir əslində. Nəyə görə? Çünki xırda detallar, vaxt məhdudiyyəti var. Çox çəkə bilmirsən, musiqiyə uyğun ayaqlaşdırmalısan, yəni uzlaşmalıdır bütün detallar, bütün görsənənlərin hər bir işi və mən sizə desəm buyurun. ki, hətta biz çox orada icazədir, nəyisə tapmağıdır, nə bilim şahın o oturduğu taxtı belə onların hamısını okeyini klipə bir gün qalmış. Bir gün qalmış o hamısı bilirsiniz necə elə bir ki o qapılar dalbadal belə açıları bax elə oldu. Yəni mən artıq düşündüm ki biz çəkə bilmirik, qaldı. Elə yox. Bir gün içində hamısı həll olundu və uşaqlara da hamısını ekspromptam. Biz sabah artıq klipi çəkirik. Hazırlaşdılar. Hamı hazırıq. Bilirik. Bir nüansı vurum. Sevinç xanım, siz eşitməyin bizi. Okay. Kaprizi varmı çəkilişlərdə, detallarda, işləmələrdə? Çətindirmi işləmək Siva xanımla? Düzündür. Belə deyim, mən baxmayın. Qram nə bir kapriz eşitdim, nə ay bura bəyənmədim, ay bunu istəmirəm və s. Sizə deyim necə oldu? Siva xanım müraciət etdi ki, Hüseyn sənin işlərini gördüm. Əslində mən Hüseyni Səs Azərbaycandan, əslində ümumi bizim dostlarımız, mənim hətta doğma bacımla dostu Hüseyn, artıq bir neçə ildir. Sadəcə Hüseynin işi bu stilist olaraq Səs Azərbaycanda Cəmilə Haşimovanın stilisti idi və Cəmilənin, Civanın orada obrazları məni valeh etdi. Tamamilə fərqli bir civa gördüm mən orada və başa düşdüm ki, bu Hüseyn
Hüseyn, bax bu Hüseyndir və ondan sonra artıq müraciət etmişdim. 1 il öncə idi deyəsən, may ayı idi. Bu may ayında. Maydan biraz öncə, hə, müraciət etmişdim. Elə o ərəfədə idi. Bir iş görmək istəyirdik, amma o alınmadı. Nə yaxşı ki, Şəhrizad aldı. Həndə kaprizlərimdən danışa bilərim. Bəli. Siva xanım mənə telefondan şey atdı, bir demo atdı. Dedi ki, yəni mahnı plus minus belə olacaq. Bax, gör neynirsən, yəni nə təklif eləyirsən. Dedim, bəs klip harda çəkiləcək və s. və s. Siva xanım dedi ki, yəni biz daha bunları düşünmədik. Sən necə görürsən bunları? Təxmini tarixi bir yerdə olacaq. Mən mahnıya qulaq asdım. Dedim, mənə gəlirlər. Obrazlar, həm güclü bir qadının obrazı gəlir, həm belə o qəmgin yerdə oturulmuş, belə bir kraliçə obrazı da gəlir. Həm də belə ağıllı, müdrik, biraz şıltaq bir cariyə. Kəniz cariyə obrazı da orada da lazım idi ki, biraz sən kaprizlərdən danışmadın. Mən yəni işimdir. Moodboardu hazırladım, göndərdim. Gözləyirəm, yəni bir kapriz olsun. Heç nə yoxdur. Hüseyn, kartı göndər. Bu da təxmini nə qədər çıxacaq məbləğlər bu kostyumları? Bu qədər. Kartı göndər. Yəni çox bundan sonra dedi ki, hansısa bir make-up artistdən işləyirsən. Amma Hüseyni qorxutmuşlar ki, çox kaprizlidir. Siva çox kaprizlidir. Ehtiyac Allah sənə kömək olsun. Növbəti çəkilişdə mən də işləyəcəm sizlə. Deyirəm uşaqla make-up artistim var. Əla, o da gəlsin. Əsas mənə bilirsiniz nədir? Yox, mən kaprizliyəm. Artist kaprizli olmalıdır. Amma işini professional görən, mən hər kəsi peşəkar deyə bilmərəm. Təbii. Ki bu işinin peşəkarıdır. Yox, deyə bilmərəm. Peşəkar mənim üçün tamamilə başqa bir deyimdir. Həqiqətən də bir mahiyyəti var. Hüseyn yəni ki, dərsini belə deyək ki, o gedib onun diplomunu alıb, yox, diplom tamamilə başqa bir sferadan işləyir, amma Hüseyn həqiqətən istedadı və özü də deyil, bu mənim hobbimdir, amma mən deyərdim ki, bəzən peşəkarlıq artıq bu hətta doğuşdandır, yəni istedaddır. Bunun görməyi, bunun vəhdəti. Mənə də peşəkarlarla, istər make-up artist olsun, istər geyim üzrə rəssam olsun, istər klipi çəkən Royal Safarova mən buradan qucaq dolu, nə bilim, sevgilər göndərirəm. Çünki onun məhz əslində deyirdim ki, Royal, mənə bir dənə fashion video çək, bir geyimdə sadəcə belə görüntü olsun studiyada. Nə o, nə də ki, mənim bütün proyektlərimin direktoru, prodüseri, meneceri deyir adımı çəkmək içərdə. Bildim, söhbət kimdən gedir. Onlar mənimlə, yəni belə tərəddüd içində ki, mən belə qalmışam, mən istəmirəm axı. Amma orada pes etdim də, dedim, okey, nə istəyirsiniz edin. Və həqiqətən də çox təşəkkür edirəm Royala, Ruslan Zeynala, Hüseyn İrzayeva möhtəşəm bir iş çıxartdı. Şəhla Qasımovaya, çünki Qasımova da familiyası, çox gözəl, ilk dəfə repetisiyamızda olmadı. Portfolyosuna baxdım, işinə baxdım. Birincisi, belə Nazımla oynaya-oynaya, güldürə-güldürə, pozitiv, hər şey gözəl olacaq. Özüm də, yəni zövq aldıq sadəcə işdən. Yəni yenə deyirəm, kapriz ancaq orada olar ki, işinin, sən tələbkarsan, amma sən istədiyini vermir. İradə xanım yazıb, salam, necəsiz? Sevinç xanıma sual vermək istərdim. Sevinç xanım, bir mahnının yaranma prosesini əvvəldən axıra qədər təsvir etsəniz, ilk his hardan gəlir, son qərarı nəyə müəyyən edir? Ay, necə möhtəşəm bir sualdır, nəyə görə deyirəm. Bu arada İradə xanımı salamlayıram buradan, təşəkkür edirəm. Siz elə bil ki, Tanrıdan göndərildi bu sual. Nəyə görə? Çünki bu yaxında, elə bugün indi alınsa, eksklüziv gedəcək o mahnı. Bu yaxında sadəcə mətbəxdə qab yurdum. Bayaq elə Hüseyn də məndən soruşur ki, Siva xanım, o mahnı necə yarandı? Bax, deyirəm, Hüseyn, bilirsən, bəzən
5 dəqiqəyə söz musiqi elə gəlir ki, sadəcə qab yuyurdum və qab yuya bir motiv gəldi. Onu da görəcəksiniz, indi oxumuyum. Nanay day daray day belə bir şey gəldi və onun davamını keçdim piano arxasına. Dərhal sözlərlə musiqi və dərhal onun dalıcanda, yəni 5 dəqiqə maksimum 10 dəqiqə ərzində. Özüm də İradə xanım bilmirəm. Hardan gəlir, necə gəlir? Əziyyət çəkmədən bəstələyirəm, amma əziyyət ruhən çəkirəm. Çünki bəzi mahnılarımı ağlaya-ağlaya bəstələyirəm, bəzi mahnılarımı isə həqiqətən də belə sevincli, nəşəli, belə. Bəli, əziz dinləyicilər, artıq necə deyirlər, bizim Yoldasan verilişi tam qonaq siyahısı ilə tamamlanıb. Yolunu gözlədiyim mənim həmkarım, yol yoldaşım, xətrini çox istədiyim şəxslərin bir də studiyadadır. Şəhriyar Əbilov, xoş gəlmisən, axşamınız xeyir olsun. Hər vaxtınız xeyirli olsun. Xoş gördük. Çox dinamik bir veriliş gedir. Bayaqlarda tıxacdaykən sizin verilişi dinləyirdim. Hər bir mövzu eşitdim artıq. Tam məlumatlı şəkildə girmişəm otağa. Ona görə də hər şey çox gözəldir. Hər şey çox superdir. Buranın o vibe deyək də müasir dildə öz dilimizdə desək, enerjisi mənə çox yaxşı təsirlədi. Və Şəhriyar bəy bizdə hal-hazırda çəkiliş də gedir. Ona görə işarə elədim ki, Şəhriyar bəy də biraz rahat şəkildə əyləşsin. Bəli, xeyr. Bizdə də burada çəkiliş gedir Sivan telefonunda. Ona görə poz verdim orada. Bu TikTok bəli, hal-hazırda canlıda da izləyirlər bizi. Gözəl. Və Şəhriyar bəy tıxacdadır. Bayaq sualımı vermişdim, ənənəvi sualımı. Ona görə istəyirəm bir qədər daha fərqli bir sual verim. Ümumiyyətlə bizim bu yollar sizə nəyi öyrədib? Bizim bu yollar mənə səbirli olmağı öyrədib. Təmkinli olmağı öyrədib. Bir də insanları çox gözəl tanıyıram. 46 yaşım olsa da mən indiyəcən avtomobil sürməmişəm. Sürməmisiniz? Hətta vəsiqəm belə yoxdur, bəli. Yalnız filmlərdə avtomobil sürmüşəm. Onda da eşidəndə ki, kirayə verən avtomobilçilər eşidəndə ki, mən çox maşın sürməmişəm, amma sürə bilirəm. Ona görə həm qabaqda, həm arxada avtomobillər gedirdi ki, məni qorusunlar. Yəni təsəvvür edin, action bir kino edir orada. 20 gedirəm, amma sonra kinonu elə göstərilir ki, mən uçuram orada. Belə hadisələr olub. Tıxac mənim üçün düşünməyə, tıxac mənim üçün daha yaradıcı olmaq, bəzən də telefonumda olan Çin və yaxud Yapon istehsalı olan animelərə baxmağa vaxtdır. Çox gözəl bir vaxtdır. Animeni çox sevirsiniz. Mən çox sevirəm. Amma görün necə indi çəkib gətirib də o Yapon animələrindən. O vaxtda danışarım biraz. Mən çox maraqlıdır. Bu Şəhriyar obrazını yaradanda, ərsəyə gətirəndə Şəhriyar özü nə hiss elədi? Mən biraz fərqli şəkildə buna baxacağam. Mən uşaqlıqdan, hətta doğulmamışdan öncə belə, biz o vaxtı bilirsiniz ki, rengən-mengən yox idi, bilmirlər, qız olacaq, oğlan olacaq. Ailənin, nəslin ən böyük oğul övladıyam. Mən babam yuxuda görmüşdü mənim adımı. Demişdi ki, bu bir nağılların şahı olan Şəhriyar adı var. Onu əgər nəvəm olacaq, oğlan uşağı, onun adını Şəhriyar qoyarsınız. Həmişə mənə dedi ki, sən Şah Şəhriyarsan. Bu uşaqlıqdan bu abu-havaya. Ona görə 1001 gecə nağılını əzbər oxumuşdum. İndiyəcən bütün hekayələri bilirəm. Müdrik Şəhrizadın ağıllı və gözəl hiyləsi ilə şahı valeh etməsini bilirəm. Yəni hal-hazırda baxmayaraq ki, artıq bir il ərzində yox, bir il ərzində, bu haqda indi klip haqqında danışacağım. Mən bir il ərzində artıq 3 dənə ifam çıxıb və musiqi həyatına addımlayandan sonra, baxmayaraq ki, illərdir ki, aktyor kimi fəaliyyət göstərəm, aparıcı kimi, mən bir neçə tanınmış sima, xalq artistləri mənə dedilər ki, gəl bizim o klipdə obraz kimi, aktyor kimi ol. Mən dedim ki, artıq imicimə zərər verə bilərəm də. Mən özüm ifaçı kimi başlamışam, onu saxlamışam. Mən Siva ilə də danışanda, Siva mənim çox dəyərli bir dostumdur, sirdaşımdır. İllərdir ki, dostluq edirik. Bizim dəfələrlə çəkildiyim başrolda olan filmlərin əsas bəstəkarı kimi də Siva özünü çox gözəl təqdim edib tamaşaçılara və mənə hekayəni göndərəndə mən ağzımı həyə bilmədim ki, bilirsən Seva, hər şey dostluq bir yana nə olar? Sən məni düzgün başa düşmərsən, mən bu klipdə oynamaq istəmirəm. Baxdım ki, Şah Şəhriyar var burada. Sən taxta oturacaqsan. Necə buna imtina edə bilərsən? Sadəcə bir şey dedi ki, mahnını göndərin, mahnı xoşuma gəldisə okeydir. Bəli, mahnı sonra biraz perfeksionist xəstəliyim var deyə kostyum seçməkdə sonradan detallara getdi. Elə də axır ki, mahnı məni valeh etdi. Yəni mahnının o
obraza düzgün oturdu. Ona görə ki, mən Şəhrizadın hekayəsini bilirəm. Ax bu xanım obraz olaraq şahın qəzəbli dövrünə düşür. Şah öz xanımından xəyanət görür, öldürür və söz verir ki, ondan sonra bütün cariyələr bir gecə onun yanında qalıb, sonra onun başını edam eləyəcək və bir gün ağıllı bir Şəhrizad gəlir cariyə və onu valeh edir. Hər gecə nağıl danışır. Nağılının sonunda deyir ki, davamını sabah danışaram. Belə min bir gecə bir eşqə çevirir və min bir gecənin sonunda kişi deyir ki, əşi yox, mən səni necə itirim, sən canlı kitabsan. Əsl yeni il nağılıdır da. Bir reklamımız var, çox üzr istəyirəm. Bir reklamımız var. Gəlin bir reklam günümüz olmasın. Bəli, bəli. Bir reklamımızı efirə səsləndirək, onda birbaşa mövzumuza geri dönüş edək. Oldu. Bəli, əziz dinləyicilərimiz, bir reklamdan sonra mövzumuz davam edir. Bugün studiyada mənim ekskluziv qonaqlarım var. Mən həmişə tək olurdum, amma bu günləri necə yoldasan, yolu tam doludur və çox sevdiyim Siva xanım, həmkarım Şəhriyar Əbilov və Hüseyn bəy bizim kreativ rəssam, necə deyirlər, dizaynerimiz, stilimiz. Yəni Hüseyn bəyin bir sıra sənət adı var ki, yəni həm də çox gözəl vokal ifası da var. Mən onun Instagram səhifəsinə baxanda təsəvvür üzr istəyirəm, sözü kəsirəm, biraz dolu danışmaq istəyirəm. Mən insanın səhifəsi, mən Sivanın klipində tanış oldum. Və sonra Instagramda bir-birimizi bölüşdük, dostluğa başladı. Gördüm ki, əməlli başlı, yəni dünya estradasını çox gözəl ifa eləyə bilir və indiyəcən bütün konsert festivalları olub Azərbaycanı və yaxud da təmsil etməklə dünya türk mahnılarını və dünya türk dillərində ifa eləməyi bacaran yeganə adamlardan biridir. Yəni istəyirsən Uyğur dilində ifa eləsin, istəyirsən Kazaq dilində, istəyirsən Özbək dilində, yəni inan mən şok oldum. Ümumiyyətlə bizə burada canlıdan yazırlar. İstəyirəm canlımızda yazanların da xətrinə dəmi, onların da suallarını oxuyub. Onların qadasını alaram. Avtomobildə tək qalanda öz mahnılarınızı dinləyirsiniz, yoxsa başqa sənətçilərin? Buyurun. Yox, mən radio dinləyirəm. Avto FM-dir, Media FM-dir. Yəni ki, radioları dinləyirəm. Uzaq yol gedəndə əgər radio tutmursa, playlistim var. Yəni öz mahnılarımı bilirsiniz nə vaxtda dinləyirəm ki, yeni çıxan mahnını bir 10 dəfə, 15 dəfə, 20 dəfə dinləyirəm, bitdi. Məndə biraz fərqlidir. Məndə deməli bu yaxında başıma gəldi. Taksi sifariş elədim, Malakan bağındaydım. Maşına minməmişdən o yay vaxtı. Bir də gördüm mahnım başlayır. Deməli, sürücü o qədər kreativdir ki, məni tanıyıb, uzaqdan tez avtomatik Aycan mahnısını YouTube-da tap basıb ki, oturanda bir çayvoyun da həvəsləndirir. Deyir ki, qardaş, sən mənim laf yağ kimi ürəyimə yayıldı. Çox maraqlı, amma özümü deyəmmərəm ki, mənim mahnımı qoy dinləyək. Öz avtomobilim yoxdur deyə, radioda yalnız radioda da bilirsiniz, o dırnaq arası mahnılar getmir televiziyadan fərqli olaraq. Ona görə də radio zövqlü mahnılar dinləmişəm. Mən bəxtim gətirir. Mən misal üçün ya öz maşınınızda olmayanda taksidən istifadə edəndə həmişə nəsə çox zövqlü taksi şoferləri qabağıma çıxır. Bizi ən çox elə qulaq asan Avto FM-in dinləyici sürücüləri, dinləyici kütləsi və bizim playlisti bilirsiniz də 80-lərin, 90-ların, 2000-lərin musiqiləri və istənilən fərqi yoxdur da, həm yerli, həm xarici olsun. Fərqi yoxdur, əsas zövqlü musiqi. Bəli, zövqlü musiqi olsun. Bizim də playlistimiz ona görə həmişə seçilir. Hüseyn bəy, bəs siz? Öz mahnılarımı qulaq asmıram. Əsas öz mahnılarım. Çünki həmişə bir əksik tapıram, xoşum gəlmir. Daha çox elə Avto FM-i qulaq asıram maşında. Taksi şoferlər sağ olsunlar. Sizi yox demirlər. Yox, həmişə sizi oturanda bizə qulaq asırlar təbii. Nə vaxt maşına minsəm Avto FM. Həyatınızda dönüş nöqtəsi saydığınız bir yol, bir səfər olubmu? Buyurun Sevinç xanım. Mən səfər yol baxımından bir dönüş nöqtəsi saydığınız bir yol, bir səfər olma. Hə də yol baxımından. Yəni harasa getmisiniz orada. O qədər yollarda oluram ki, heç bilmirəm hansını. Amma 2022-ci ildə Milan səfərimdə Sanremo'da iştirak etdiyim festivalda. Dönüş nöqtəsi sayırsınız özünüzdə. Yox, əslində yol dedik deyə. Mənim üçün bir dönüş nöqtəsi deyək, bir yenilik idi, bir fərqlilik idi. Belə, yəni ki, yəni başqa tanımırsınız. Yadıma gəlmir. Siz hardan gəlirsiniz? Vallahi mən gedirəm. Mən Tokiyaya gedirəm, Yaponiyaya. Bax onu deyirdim. Bayaq animeləri ona görə mən deyirəm. istədim ki, səfərlər çox olub. Əsasən 2 il bundan öncə Bollywoodda filmdə rol aldığım dövrdə də bir fərqli idi, amma mən sizə deyim ki, mənim nə üçünsə bu dəfə Dubaya gedəndə bəzi fikir dəyişikliklərim oldu və mənim başqa
layihələrdə də, yəni tək yaradıcılıqda deyil, başqa işlərdə də imza atmağıma səbəb olan bir dönüş nöqtəsi yaratdı. Ona görə də xəyallarımın ünvanı Dubaydır. Arzularımı genişləndirən, mənim gücümü artırıb sonra yaradıcı həyatıma daha geniş baxıb onları da yəni tam gözəl istədiyim komfortda, keyfiyyətli və təbliğatçıl şəkildə verə biləcəyim işlər yalnız o dönüş nöqtəsindən sonra düşündüm və o da doğrudan dönüş olacaq. Ona görə ki, mən bir şeyə inanıram və şübhəsiz baxıramsa, ona sahib oluram. Həyatımızın yaradanı özümüz olduğumuz üçün Allahın izni ilə. Bəli. Və mən əgər bir şey şübhəsiz yanaşıram, o mənə gəlir. Və yolda da artıq hazırdır. Gözəl, həqiqətən gözəl. Hüseyn bəy, siz harasa səfər edəndə nəsə ora bir sizin üçün görüş nöqtəsi olubmu? Mənim həyatımda elə oldu ki, çox yaşama yeri dəyişdirdim. Ölkədir, şəhərdir, çox Həddən artıq. Və hər təzə lokasiya mənim üçün dönüş nöqtəsi oldu. Yeni insanlar, yeni cəmiyyət, yeni ortam. Bəli. Onlar hamısı bildirir özünü. Ümumiyyətlə sual verin belə bir şey. Daha doğrusu elə yazıblar ki, bu gün tanınmış insan olmaq məsuliyyətdirmi, yoxsa yükdür? Əlavə. Hər ikisi içində. Hər ikisi. Siva? Vallahi mən yaradıcılıqla məşğulam. Baxmayın da nə qədər olmaq. Mən küçədə gedəndə mən heç kəs tanımır. Ona görə heç bir məsuliyyət daşımıram. Amma mən necəyəmsə, yəni nəyə görə məsuliyyət? Biraz şəhərlər düz deyir. Hardasa misal üçün bəzən səndən ibrət götürmək istəyirlər və yaxud da səni qınayırlar. Biz səni belə görmək istəyirik. Amma yenə də deyirəm, mən küçədə gedəndə, bir marketə gedəndə bəlkə də məni insanlar tanımır, çünki mən onu görmürəm. Mən o gərginliyi yaşamıram. Çox rahatam. Çünki yaradıcı insanam. Ona görə mənə elə gəlir o məsuliyyəti daşımıram. Bəs siz Şəhriyar? Mənim fikrimcə bu çox böyük məsuliyyətdir. Ona görə ki, artıq səni çox insan tanıyır və sən hərəkətinlə də ibrət olmalısan. Düşüncənlə də ibrət olmaz. Amma ən yaxşısı maska ilə yox, olduğun kimi olub. Hədə, olduğumuz kimi. Biraz çətindir. Ona görə ki, bizim show biznesdə dırnaq arası göstərəm burada. İnsanlar biraz məcburən ədəbi göstərməyə çalışır. Ona görə ki, çoxsu, bilmirəm, əfsuslar olsun ki, bu belədir. Çoxsu etik və gözəl formatda böyüməyiblər deyə bəzi xarakterləri fərqli olur. Amma insan üçün çıxanda çalışırlar ki, cəmiyyətdə yaxşı görsənsələr. Amma yenə də onlar başa düşürlər ki, efirdə hər bir hərəkəti insanlar baxırlar, izləyirlər, götürürlər. Bəlkə kimsə sevimli bir obrazıdır o insan. Ona görə də o əməli ilə kimsə həyatında böyük bir rol oynaya bilər. Mənim fikrimcə yaradıcı və tanınmış insan sözün əsl mənasında missioner olmalıdır. Xeyri, gözəlliyi, sağlamlığı və keyfiyyəti təbliğ eləməlidir. 100%. Elədir, 100%. Mən də onu elə vurğulamaq istəyirəm ki, mən sadəcə necəyəmsə o cürəm. Tam doğru. Ona görə də olub, dəfələn olub ki, dostlarımın avtomobildə yemişəm, pəncərə açıbansa bir qıza söz atması, qapazı başından necə vurmuşam. Demişəm, bax səni tanımırlar. Amma sonra deyəcəklər ki, Şəhriyar bizə sataşdı. Axı mən belə tip insan deyiləm. Yəni çalışmışam ibrət olum da. Özümü tərbiyələndirməyi də sözsüz ki, deyilsiniz. Məncə sən özün elə, yox, məncə elə sən özün, mən səni neçə ildə, 2016-dan yoxsa 2017-dən tanıyıram. Sən elə necəsən eləsən. Necə səhnədə də eləsən, evdə də, yəni bayırda da dostlarla da eləsən. Bizə qulaq asan insanlar da bir update olsun deyə onlar üçün deyirəm ki, yəni daha çox yəni mədənisən, mədəni o kübarlıq, bəli. Öz üzərində çalışırsan, mütaliə edirsən. Dəfələrlə danışmaq olar bu haqda, fərqli fikirlər söyləmək olar, amma doğrusunu bilirik də. Biz artıq istəyirik yavaş-yavaş mövzumuzu yekunlaşdıraq. Çünki eksklüziv olaraq Siva xanımın mahnısı səslənəcək bizdə After FM-də, hansı ki heç bir yerdə səslənməyib və səslənməyib, düz deyil? Yox, radioda səslənməyib. TV-də bugün səsləndi, amma radioda səslənməyib. İlk dəfə sizin radioda. İlk dəfə bizim radioda eksklüziv olaraq After FM-də səslənəcək və buna görə də keçid, yəni musiqi keçid etməmişdən qabaq hər birimiz ayrı-ayrılıqda özüm tək böyütdüm gözümdə. Yaralı insanlar, dəsmallarınızı götürün, oturun. İndi ürəyimdə yanıldım sənə güvənməyimlə. Həssas nöqtələrinizə toxunacaq. Siva. Hələ çox gözəl. Şağa deyir, baltalayan sözləri var. Bayaq qulaq asan da deyir ki.
Hər birinizə minnətdaram. Çox sağ olun, var olun ki, gəldiniz, vaxt ayırdınız və nəyə görə belə yekunlaşdırır? Çünki söhbətimiz uzun çəkdi. Hətta reklamları belə verməmişəm. Xaclar məni geç çatdırdı. Geç çatdırdı, bəli, bəli. Və o səbəbdən də istəyirəm ki, burada yekunlaşdırırıq, amma söhbətimiz davam edir. Ekskluziv olaraq bəstəmiz gedəcək efirdə. İnandım. İnandım, Musiqisi bəli. və sözləri mənə aiddir. Musiqisi və sözləri, Bəli. bəli. Sonra deyirsiniz ki, mən çox bəyənmirəm, çox istəmirəm, nə bilim, biraz qaçıram. İnandırırsınız ki, çox super alınır sizdən. Həqiqətən çox super alınır. Siva xanım Peşəkarlıyam. təvəzzükar Mən xanımdır. peşəkarıyam yəni ki, əslində, hə. həm, Amma necə alınırsa, onu yenə də deyirəm də zövqlə yaşayıram, bəstələyirəm, təqdim edirəm. Amma yenə də tamaşaçı, dinləyicinin zövqü. Minnətdaram. Çox sağ olun və yenidən sizi gözləyəcəm efirdə. Mütləq. Mən isə bizim yol yoldaşlarımıza və yol həmkarlarımıza acıq onu bildirmək istəyirəm ki, özünüzdən müğayət olun, çalışın. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Ya da ki, alternativ yollardan istifadə edin.